Hər vaxtınız xeyir olsun Yurd FM-in dəyərli dinləyiciləri. Siz Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 90.7 FM-də, Yurd FM-də Mədəni Yurdumuzu dinləyirsiniz. Hər həftənin cümə axşamı 1 saat ərzində saat 5-dən 6-ya qədər sizinlə birlikdə oluruq və mədəniyyət sahəsinə aid olan bütün mövzulara hər buraxılışda toxunmağa çalışırıq elə bugünkü kimi. Bugün qonağım kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının professoru, Simurq Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədovdur. Xoş gəlmisiniz Fuad bəy. Çox sağ olun. Təşəkkür edirəm Türkan xanım. Mən çox şadam və özümü çox şanslı hesab edirəm ki, 1 saat ərzində sizinlə birlikdə həm söhbət olacağam və inanıram ki, bir çox bu söhbət şəxsən mənə çox şey qatacaq və gələcəkdə qürurla deyəcəm ki, sizinlə baş-başa 1 saat ərzində söhbət eləmişəm. Bugün müəyyən mövzulara toxunacağıq, hansı ki, mədəniyyətin düzgün dərk olunması və yüksək mədəniyyətli insan təsvirindən danışacağıq. Amma bir mövzu da var, hansı ki, mədəniyyətin düzgün dərk olunması, həmçinin yüksək mədəniyyətli insan necə olur, ümumiyyətlə onun təsviri və eyni zamanda bugün xoş bir təsadüf var, hansı ki, bugün Şuşada post-münaqişə dövründə mədəni irsin qorunması və dirçəlməsi mövzusunda 1-ci İslam Dünyası Mədəniyyət Forumu keçirildi. Xoş bir təsadüfdür ki, bugünkü mövzumuzla da üst-üstə düşdü. Mədəniyyət paytaxtı dedikdə nəyi nəzərdə tutulur? Bax, bu mövzulara da toxunacağıq, amma ilk öncə kulturologiya haqqında qısa bir məlumatımız var. Onu dinləyək, daha sonra geri qayıdacağıq. Mədəni Yurdumuz. Kulturologiya tarixi müxtəlif cəmiyyətlərdə və ictimai-iqtisadi informasiyalarda mədəni həyatı öyrənir. Əsas mədəni tarixi tiplərin, nailiyyətlərini və xüsusiyyətlərini aydınlaşdırmağa səy edir. Kulturoloqların mühüm vəzifəsi isə ən uzaq keçmişdə yaşamış insanların mədəni həyatını və qloballaşan müasir dövrün sosial mədəni tendensiya və proseslərini düzgün və hərtərəfli təhlil etməkdir. Qeyd eləyək ki, kulturologiyanın obyektləri canlı insanlar, mədəniyyətin yaradıcı və daşıyıcıları, həmçinin mədəni hadisələr, proseslər və müəssisələrdir. Kulturologiya bir elm kimi 20-ci əsrin əvvəllərində meydana gəlib. Onun yaranmasında Amerikalı kulturoloq Leslie Alvin White xüsusi rol oynamışdı. Leslie Alvin White öz nəzəriyyəsini kulturologiya adlandırmışdı. Leslie Alvin White'ın bu elmi təhqiqatı insan və kulturologiya anlayışlarını əhatə etdiyindən kulturologiya elmi dünya ictimaiyyətinin diqqət mərkəzinə çevrilib. Kulturologiya ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanuna uyğunluqlarını, insanların maddi və mədəni həyatının mühüm hadisələrini özündə ehtiva etdiyi halda, kulturologiya tarixi elmin keçdiyi bu yolu tədqiq edir, kulturoloji fikrin inkişaf mərhələlərini təsnif edir, müxtəlif elmi istiqamətlərə aid kulturoloji nəzəriyyə və müddiaları ümumiləşdirir. Mədəni Yurdumuz. Dəyərli dinləyicilər, siz 90.7 Yurd FM-də Mədəni Yurdumuzu dinləyirsiniz. Bugünkü qonağım kulturoloq Fuad Məmmədovdur. Bayaq da təqdim etmişdim, tarix elmləri doktoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının professoru və Simurq Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidentidir. Fuad bəy, ilk növbədə başlayaq. Yüksək mədəniyyətli insan təsvirindən. Necə olur yüksək mədəniyyətli insan? Buyurun. Təşəkkür edirəm. İstəyirsiniz, mən bir-iki kəlmə mədəniyyətin anlayışından deyim. Əlbəttə. Sonra yüksək mədəniyyətli insan və yüksək mədəniyyətli Azərbaycan vətəndaşı biz bu yaxında çox uğurla, gözəl bir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə çox gözəl bir layihə həyata keçirdik. 6 orada kulturoloji elmi oxunmalar oldu. 140-a qədər adam iştirak elədi. Həm onlar yaxşı biliklər aldılar, həm sertifikat verdik onlara, həm də kitab əldə etdilər. Məhz yüksək mədəniyyətli insan. Mən əvvəlcə əgər etiraz eləmirsinizsə, mədəniyyət haqqında biraz anlayışlardan başlayayım. Buyurun, sonra keçək ona. İş orasındadır ki, bizdə təəssüf ki, çox adam mədəniyyət deyəndə dəqiq bilmir ki, mədəniyyət nədir. Bəli. Hərəsi bir şey bilir. Və əksər halda, mən indi neçə ilin müəllimiyəm də, tələbələrdən soruşanda deyirlər ədəbiyyatdır, incəsənətdir, davranış qaydalarıdır, mədəni irsdir, ədəb-ərkan və ilaxır, ənənə. Bəli, bunlar hamısı mədəniyyətdir, amma mədəniyyət təkcə bunlardan ibarət deyil. Mən istəyirəm ki, bizim
bütün dinləyicilər, xalqımızın müxtəlif təbəqələrinin nümayəndələri, yaşlı nəsil, gənclər hamısı bunu bilsin. Çünki bilik çox böyük qüdrətdir. Kulturologiya isə çox əvəz olunmaz elmdir ona görə ki, bu kulturoloji universal bilikləri yayan bir elmdir. Müdriklük mirvarilərin hazırlayıb yayan bir elmdir. Çox vacibdir. İş orasındadır ki, əslində, həqiqətdə mədəniyyət ikinci süni təbiətdir. Romalılar deyirdilər, kultura kontra natura. Natura latınca təbiətdir. Kontra, yəni təbiətdən əlavə hər nə varsa, hamısı mədəniyyətdir. Və bu, Türkiyə xanım, doğrudan da belədir. Çünki mədəniyyət, bilirsiniz, insanın ağlı, qəlbi və əməyi nəticəsində yaranmışların hamısıdır. Özü də ki, bəli şirin, mədəniyyət başlayır bilikdən. Bilikdən başlayır, incəsənətdən yox. Hələ heç mixi əlifbaları da yox idi, əlifba da yox idi, heç nə yox idi, cəmiyyət, dövlət, heç nə yox idi. İlk addımlarından o insanlar tələbatları vardı ki, bir-birinə öz fikirlərini çatdırsınlar, öz istəyini desinlər, izah eləsinlər, dünyadan, məsələn, həyatdan hansısa onlar mülahizələrini çatdırmaq istəyiblər. Ona görə qayaların üstündə cürbəcür xəttlər çəkiblər, rəsmlər çəkiblər, ona deyirlər piktografiya. Hələ o zaman heç mixi əlifbada yox idi. Nə qədər sonra sivilizasiya yarananda, sivilizasiyanın elə ilk göstəricilərindən biri yazı sistemləri idi. Məsələn, Şumerdə mixi əlifba vardı, Misirdə, sonra biraz geç Çində və ilaxır və s. Əlifba isə müasir anlamda çox gec əmələ gəlib və cəmiyyətdə, dövlətdə bu mədəni prosesin mərhələləridir. Ona görə çox vaxt bizdə cəmaat ki, deyir, mədəniyyət cəmiyyətin bir sahəsidir, o düz deyil. Mədəniyyət cəmiyyətin sahəsi ola bilməz. Cəmiyyət də, dövlət də həmin o mədəniyyətin müəyyən mərhələləridir. Və indiyə qədər o inkişaf prosesi davam edir. Nizami Gəncəvi deyirdi ki, kainat, elm kainat qədər sonsuzdur. Həyat da belə, inkişaf da belə, evolyusiya, təkamül də belə. Ona görə mədəniyyəti biz gərək düz başa düşək. Mədəniyyət bilikdir, xeyirdir, yəni mənəviyyat, əməkdir, inkişafdır və rifahdır. Cəhalət isə şərdir, yoxsulluqdur və acizlikdir. Niyə? Çünki cahil insan nə qədər mənəvi, gözəl olsa da, əgər o cahildirsə, əgər onun bilikləri yoxdursa, intellektual inkişafı yoxdursa, o hardan düzgün qərar qəbul edə bilsin? O hardan başa düşsün ki, yaxşı nədir, pis nədir, başa düşməyəcək. Onda müəyyən bir destruktiv qüvvələrin əlində o bir oyuncağa çevriləcək. Özünə qarşı da, cəmiyyətinə qarşı da, xalqına qarşı da, dövlətinə qarşı da və ilaxır və s. Ona görə çox vacibdir ki, bizim xalqımız, insanlarımız mədəniyyət nə olduğunu düzgün başa düşsün. Bu baxımdan kulturologiya müdriklük haqqında elmdir. İnanın ki, o əvəz olunmaz elmdir. Niyə? Bax, bütün sosial və humanitar elmlərin inteqratorudur. Burada həm tarix, həm psixologiya, həm fəlsəfə, sosiologiya, politologiya, pedagogika, iqtisadiyyat, sonra hüquq şünaslıq, sənət şünaslıq, din şünaslıq və ilaxır filologiya hamısı inteqrasiya olunub və bu şəraitdə kulturologiya bütün bu elmlərin nailiyyətlərindən məharətlə istifadə edərək eyni zamanda öz daha kamil metodologiyasını yaradır və o metodologiya vasitəsilə o həyatın, inkişafın panoramasına nəzər salaraq orada yeni inkişaf imkanları, pəncərələrin görə bilir. Çünki kulturologiya məhz sistemli
yanaşmadan istifadə edir. Məsələn, mədəniyyəti biz baxsaq görəcəyik ki, o tam sosial sistemdir, elə bil ki, bir dairə kimi. Orada cürbəcür insanın həyat fəaliyyəti sahələri var. Cürbəcür. Misal üçün, çox adam bilmir ki, iqtisadiyyat da mədəniyyətin bir sahəsidir. Təbabət də bir sahəsidir. Yəni, bütün insanın həyat fəaliyyəti sahələri hamısı mədəniyyətdir və hərəsinin də öz mədəniyyəti var. Yəni, burada kontekstual, mətnlə bağlı anlamdan gedir söhbət. Buradan biz deyəndə ki, mədəniyyət, məsələn, iqtisadi mədəniyyət, siyasi mədəniyyət, ekoloji mədəniyyət və ilaxır, burada söhbət gedir həmin sahədə nailiyyətlərin səviyyəsindən və keyfiyyətindən. Bunu bilmək çox vacibdir. Çünki bunu bilməyəndə insan çaşbaş düşür biraz və düzgün problemlər həll edə bilmir. Həm də düşünürəm ki, mədəni insan qətiyyətli insandır. Düzgün qərar verə bilən insandır. Əlbəttə. Amma mənə maraqlıdır. Niyə cəmiyyətdə bəzən çox mədəni və kübar insanlar aciz adlandırılır? Nəyə görə? Aciz deyirlər. Qətiyyən aciz deyirlər. Sadəcə onlar konfliktə getmirlər, bəli. Konfliktə getmirlər və kompromisə də getmirlər. Başa düşürsünüz? Çünki misal üçün götürək biz İbn Rüşd kimi böyük bir alim vardı, müsəlman alimi Sevilliyada yaşayırdı o zaman. Bəli. Nizaminin dövründə təxminən. O iki həqiqət haqqında bir əsəri vardı, çox gözəl əsər. Deyirdi ki, əgər elmi həqiqətlə dini ehkam üst-üstə gəlirsə, çox gözəl. Deməli, bu əsl həqiqətdir, tam həqiqətdir, mütləq həqiqətdir. Mütləq həqiqət olan Allah Taala'ya aparan yoldur. Əgər üst-üstə gəlmirsə, hansının dalınca getmək lazımdır? Deyirdi, elmi həqiqətin yolu ilə. Çünki dinin ehkamların ola bilər ki, bu və digən din xadimi düzgün izah edə bilməsin, özü düzgün dərk eləməsin və ilaxır və s. Amma elmi həqiqət həmişə gedir, o mütləq həqiqətə çatır. Ona görə görürsünüz, hətta din xadimlərin arasında da hamısı, bütün ağıllı insanlar həmişə elmin tərəfdarı olub. Nizaminin özü öz oğluna vəsiyyət eləyib, deyib ki, oğlum, şeir yazmaq gözəl şeydir, amma elm ondan qüdrətlidir. Sən elmin dalınca get. Hamıdan ucadır cəmiyyətdə alimin yeri, qüvvət elmidədir, başqa cür heç kimə üstünlük edə bilməz. Bəli, çox gözəl bir kəlamdır. Hətta mən Mədəniyyət Nazirliyinin YouTube kanalına nəzər saldım. Həqiqətən də sizin o kiçik videoda da dəfələrlə baxdım və həqiqətən də hər sözünüzdə bir məna var. Hansı ki, bu standart bir məna deyil. Bilirsiniz, həyatda insanın yaşaması üçün müəyyən motivasiyalar lazımdır. Və sizin dediyiniz həmin bax bu yolda mədəni olmağımız vacibdir ki, o motivasiyalara çata bilək. Amma nailiyyətə qaçmaq üçün həqiqətən də mədəniyyətin hər hansı bir rolu varmı? Nailiyyətlərimizi necə əldə edək və mədəniyyətdən keçirmi həqiqətən də bu yol? Bütün yollar özü hamısı mədəniyyətdir. Mədəniyyət əsasdır. Mən sizə deyim, mədəniyyəti daha düzgün dərk etmək üçün Türkanə xanım, onu bir quş kimi özünüzə təsəvvür edin. Quşun iki qanadı olur da. Bir qanadı mənəvi mədəniyyətdir, o bir qanadı əqli, intellektual mədəniyyət. Bu mənəvi mədəniyyət nədir? Bax, məhəbbətdir, dostluqdur, alicənablıqdır, mərdlikdir, qəhrəmanlıqdır, ədalətdir, həqiqətdir, mərifətdir, vicdandır, mərhəmətdir, vətənpərvərlikdir, inamdır. Görürsünüz, bu gözəl keyfiyyətlər. Çoxsu elə bilir ki, belə gözəl keyfiyyətləri olan insan mədənidir. Mən izah edirəm ki, hələ yox, o mənəvidir. O tam mədəni olmaq üçün onun ikinci qanadı olmalıdır. İkinci qanad da intellektual mədəniyyətdir. Onu da elə belə özlərində işləməmək, məsələn, təhsilsiz, elmsiz, maarifçiliksiz, kitabı mütaliə etmək olmadığı bir zamanda hardan insan qüdrətli olacaq? Olacaq Mauqli. Bəli. O doğulacaq insan kimi, zahirən insan, daxilən heyvan. Məhəmməd Nəsrəddin Tusi də hələ 13-cü əsrdə deyib ki, insanı heyvandan ayıran bir şey var, o da mədəniyyətdir. Görürsünüz, yəni bir qanadlı quş uça bilməz.
Bəli. İkinci qanat mütləq lazımdır. Bu əgər birinci qanat mənəviyyatdırsa, bunun əsası gözəl tərbiyədirsə, ikinci qanat intellektual mədəniyyət, onun əsası mədəniyyətin strateji flaqmanlarıdır. Elm, təhsil və maarif. Yaxşı, tutalım elmili, gözəl bacarığı olan istehsalat sahəsində, nə bilim, istənilən biznes sahəsində, idarəçilik sahəsində olan adam varsa, onun belə keyfiyyətləri, biliyi, bacarığı var, o da hələ mədəni deyil, o sivilizasiyalıdır. Çünki əgər onun o dediyim mənəvi keyfiyyətləri yoxdursa, vətənpərvərliyi yoxdursa, vicdanı yoxdursa, mərifəti, mərhəməti, insansevərliyi yoxdursa, biz ona necə mədəni deyək? Bəli, bəli. O sivilizasiyalıdır. Onda o təhlükəli ola bilər. Ona görə mədəniyyət, ruhi mədəniyyət, özdə maddi və mənəvi mədəniyyət anlayışı düz anlayış deyil. Onda əqli mədəniyyət nəzərdən kənarda qalır və xalqın sosial mədəni kodu yönəlir mahnıya, rəqsə, şeirə. Bəli. Amma tək bunlarla problem həll olunmur. Bəli. Çünki bu tək bir qanatlı quş alınır, bilirsiniz. İntellektual mədəniyyətlə mənəvi mədəniyyəti harmonik, tarazlaşdırılmış şəkildə inkişaf etdirdiyimiz bir zamanda o quş seçdiyi məqsədə doğru uça bilir. Yoxsa o çapalayacaq, uça bilməyəcək. Bir qanatlı quş uça bilmir. Özdə qanadın biri o birisindən zəif olsa yenə alınmır. Bəli, bəli. Həqiqətən də çox möhtəşəm söhbətimiz gedir, dəyərli dinləyicilər. Siz 90.7-də Yurd FM-də Mədəni Yurdumuzu dinləyirsiniz. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə qısa bir ara olacaq. Qısa aradan sonra yenidən sizinlə birlikdəyik. Mədəni Yurdumuz. Dəyərli dinləyicilər, siz 90.7 FM-də, Yurd FM-də Mədəni Yurdumuzu dinləyirsiniz. Qonağımsa kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının professoru, Simurq Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədovdur. Fuad müəllim, istəyirəm elə qaldığımız yerdən davam eləyək və gələk yüksək mədəniyyətli insan təsvirinə. Buyurun. Təşəkkür edirəm. Bununla bağlı mən istərdim bizim dövlətimizin çox qüdrətli, çox mütərəqqi strategiyasından biraz dinləyicilərə danışım. Bizim çox hörmətli cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın dəstəyi ilə Mədəniyyət Nazirliyi bir neçə müddətdir ki, uzun müddətdir, yeni sosial mədəni inkişaf strategiyasını hazırlayıb həyata keçirir. Bəli. Bu bildiyimiz kimi cənab prezidentin elan etdiyi yeni dövrlə bağlıdır ki, bizim Azərbaycanın suverenitetini və ərazi bütövlüyünü bərpa eləyəndən sonra bax, bu dövr başlayıb. Bəli. Burada əsas məqsəd nədir? Ruhi mədəniyyətin inkişafı, xalqın. Yəni, ruhi mədəniyyət ibarətdir əqli və mənəvi mədəniyyətin qovşağından. Bizdə çox vaxt deyirlər, maddi və mənəvi mədəniyyət, bu düz deyil. Bu Sovet dövründən qalma, könəlmiş bir anlayışdır. Çünki biz elə deyəndə əqli mədəniyyət nəzərdən kənarda qalır və qiymətləndirilmir. Əqli mədəniyyət olmadığı bir zamanda biz artıq bilirik ki, heç bir mədəniyyət yoxdur. Bəli. Çünki bu müəyyən edir. Görürsünüz, mədəniyyət tam sosial sistem olaraq müxtəlif sahələrdən ibarətdir və onun aparıcı qüvvələri var. Bax, bu qanuna uyğunluğun əsasında deyirəm, bax, bu yeni sosial mədəni strategiya bu saat həyata keçirilir. Bəli. Və bu sosial mədəni strategiyanın əsas hədəfi, əsas məqsədi və əsas vasitəsi yüksək mədəniyyətli Azərbaycan vətəndaşıdır. Yəni biliyi, bacarığı, mütəşəkkilliyi, mənəviyyatı və yaradıcı fəaliyyəti yüksək səviyyədə olan insanlardan gedir söhbət. Çünki biz bayaq dedik, cahil insan heç bir insan kapitalının nüvəsi ola bilməz. Bəli. Amma yüksək mədəniyyətli insan o insan kapitalının məhz nüvəsidir və faktiki olaraq Azərbaycanın davamlı, rəqabətə dözümlü və təhlükəsiz inkişafının aparıcı qüvvəsidir. Bəli. Bu faktiki olaraq yenidən bərpa olunan
strateji resursdur, milli resursdur. Çünki texnika da itə bilər. Bax, mən istəyirəm bizim dinləyicilər onu dərk eləsinlər və düşünsünlər o haqda ki, insan var dövlətini də itirə bilər, hər şeyi itirə bilər. Baxın, görün, Kaliforniyada nə qədər evlər yandı, nə qədər cəmaat qaldı evsiz. Çox böyük hadisə idi. Amma mədəniyyət belə bir şeydir ki, onu sizdən heç kim ala bilməz. O sizin var dövlətiniz, əsas var dövlətiniz, mədəniyyətinizdir. Əqli mədəniyyətlə mənəvi mədəniyyətin qovşağı. Buna deyirlər ruhi mədəniyyət. Ruslar deyirlər duxovnaya kultura. O duxovnaya kultura, ruhi mədəniyyət bölünür əqli, intellektual mədəniyyətə və mənəviyə. Ona görə demək lazımdır, ruhi və maddi mədəniyyət, düzgün yanaşma budur. Çünki bu baxımdan kulturoloji nöqteyi nəzərdən mədəniyyət üçlük vəhdətdir. İnsan tərəfindən təbiəti, özünü və cəmiyyəti dərk edib dəyişmə prosesidir. Nəticədə əldə olunan ruhi və maddi dəyərlər və normalar toplusu və 4 növ onun deməli texnologiyası, qoruyub saxlama, üzr istəyirəm, yaratmaq, qoruyub saxlamaq, istehlak, istifadə etmək və başqa nəsillərə ötürmək. Bax, bunların hamısı yeni strategiyada öz əksini tapıb. Yeni strategiyanın əsas məqsədi və əsas resursu yüksək mədəniyyətli Azərbaycan vətəndaşıdır. Bunu nəzərə alaraq Mədəniyyət Nazirliyinin dəstəyi ilə qrantı üzrə bizim Simurq Azərbaycan Mədəniyyət Assosiasiyası yanvar, fevral, mart aylarında xüsusi layihə həyata keçirilib. İlk dəfə olaraq Azərbaycanda çox gözəl bir layihə. Adı da olub Yüksək Mədəniyyətli Azərbaycan Vətəndaşı. 140 nəfər orada bizim ziyalılarımız, tələbələrimiz, deməli, muzey işçiləri, həkimlər, məmurlar, müəllimlər, jurnalistlər və ilaxır cürbəcür ixtisasların nümayəndələri, təbəqələrin nümayəndələri iştirak edib, çox hamısı razı qalıblar. Biz onlara çox maraqlı və çox vacib biliklər ötürdük. Bizim bir neçə tanınmış kulturoloqlarımız, alimlərimiz, gözəl ziyalılarımız ora dəvət olunmuşdu, tanınmış Azərbaycanın ziyalıları. İstəsəniz, mən sizə deyəsən göndərmişəm o materialları. Orada görə bilərsiniz də, qısaca onun roliki də var. Çox bunun böyük əhəmiyyəti var. Biz orada bəyannamə qəbul eləmişik. İndi o bəyannaməni biz göndərəcəyik Milli Məclisə də, hökumətə də, Ali Attestasiya Komissiyasına da. Yəni bizim əsas məqsədimiz odur ki, Azərbaycan daha da qüdrətli olsun. Çünki bu Azərbaycanın təşəbbüsünü xaricdə xəbərləri var. Çox yüksək qiymət veriblər. Bir çox kollegalar, kulturoloqlar müxtəlif ölkələrdən bunu dəstəkləyirlər, istəyirlər bizlə birgə belə bir şey beynəlxalq səviyyədə keçirsinlər. Mən hətta bu yaxında bir beynəlxalq konfransda çıxış elədim, dedim ki, pajalsta, bu Azərbaycanın təşəbbüsüdür. İstəyirsinizsə, bu Azərbaycanın təşəbbüsü kimi dünyada bunu yayaq. Çünki dünyada nə qədər yüksək mədəniyyətli insanların sayı çox olarsa, bir o qədər müasir sivilizasiya böhranının təhlükələrindən biz uzaqlaşarıq. Başqa çıxış yolu yoxdur. Dünyanı ancaq mədəniyyət xilas edə biləcək. Bunun üçünsə dünya gərək mədəniyyəti qorusun və onun inkişafı üçün şərait yaratsın. Bəli. Bayaq saydığınız müəyyən nüanslar var idi, hansı ki, qanadlardan misal çəkdik, hansı ki, deyirik ki, hər tərəfli toplu şəkildə insan, belə deyim, mədəni olmalıdır. Amma bəzən özümüzdən asılı olmayan situasiyalardan insan öz şəxsiyyətindən uzaqlaşa bilir. Təbii ki, insan bunu istəməz, amma məcbur qalır. O deməkdir ki, həqiqətən də insan səhv eləyə öyrənir, düzdürmü? Bunun bir yaşı varmı? Yəni, nə bilim, insan, bizdə təəssüflər olsun ki, cəmiyyətdə belə bir nüans var ki, kiçik yaşda insanlar, məsələn, baxırsan, çox mədənidir, özünü inkişaf etdirir, həqiqətən də kitablar oxuyur, yaxşı, belə psixoloji söhbətlərə, podkastlərə qulaq asır, amma deyir ki, yox, sənin yaşın azdır, sən nə biləcəksən və s. Həqiqətən də insan səhv eləyə mədəni ola bilərmi? Bu çox maraqlı məsələdir. Mən buna cavab verim. Bilirsiniz, əlbəttə deyir, yaşla deyir, başlandır.
İnsan ola bilər ki, başı da ağarsın, amma ki, mədəniyyəti kifayət qədər inkişaf eləməsin. Hər adam mədəni deyil axı. Niyə biz bu deyirik ki, əsas hədəf yüksək mədəniyyətli Azərbaycan vətəndaşıdır. Mən bu haqda çox düşünərək xüsusi metodologiya yaratdım. Bəli. İnsanın özünü inkişaf etdirmə və kamilləşdirmə metodologiyası, kulturoloji metodologiya. Və bu fikrə mən bilirsə hardan gəldim. Mən Nizami haqqında indi monografiya yazıram. Yəni onun kulturoloji portretini elə belə yox. Bəli. O böyük mütəfəkkir olub. Bəziləri deyir ki, böyük filosof olub. O filosof olmayıb. O böyük mütəfəkkir və böyük şair olub. Bəli. Və mən çox düşünmüşəm ki, 12-ci əsrdə o Gəncədə yaşayıb. O zaman ali təhsil yox idi. Bir-iki məktəb vardı, bir-iki mədrəsə vardı. Amma düzdür, Gəncənin gözəl kitabxanası vardı. Oxşayır ki, bu gözəl insanda Allah vergisi olub, gözəl iradə olub, möhkəm və vətənpərvərlik olub. O öz xalqını, dövlətini, cəmiyyətini sevərək özünü, necə deyirlər, xalqın inkişafı yoluna həsr eləyib. Bəli. Yəni mədəni inkişafı yoluna və onun həmsəsini oxuduğunuz bir zamanda görəcəksiniz ki, deyib ki, xalqın deməli, həyat qabiliyyətli olması və dövlətin qüdrətli olması üçün iki əsas şərt var. Elmin üstünlüyü, mən bayaq dedim də, hətta oğluna da vəsiyyət eləyib də. Bir də ki, ədalət. Bunun dedikləri hamısı doğrudan da çox ağıllıdır, çox gözəldir. Mən indi nəzərə alaraq ki, bu yüksək səviyyəli, yüksək mədəniyyətli, mütəfəkkir, gözəl bir şəxsiyyət nətər olub o səviyyə çıxıb, öz üzərində işləyərək. Ona görə mən belə bir metodologiya yaratdım. İstərdim bölüşüm, əgər istəyirsiniz. Əlbəttə, çox istərdim, təbii ki. Bizim dinləyicilərimizlə. Hər kəs qoy özün üçün 4 dənə köməkçi seçsin həyatda. Birincisi, özünü təhsilləndirmə. Bu haqda mən də ayrıca deyərəm. İkincisi, özünü tanıma. Üçüncüsü, özünü tərbiyə. Dördüncüsü, özünü idarə. Özünü tanımaq odur ki, hər bir insanın müsbət mənfi cəhətləri olur. Az, çox, düzdürmü? İnsan gərək kifayət qədər ağıllı olsun və iradəli olsun, mənfi cəhətlərini görərək onları müsbətə transformasiya eləsin. O siz deyən cavabın əsas buradadır, mahiyyəti. Onları transformasiya eləməklə insanın iki uduşu olur. Birincisi odur ki, o mənfi cəhətlər istər-istəməz psixologiya ilə bağlıdır. Stressə aparıb gətirir, çıxardır. Lazımsız artıq söhbətlər, intriqalar heç kimə lazım deyil. İnsan onları çevirəndə müsbətə, onda öz canını qoruyur. Bir. İkincisi də o artıq mənfi hərəkətlər eləmir. Ancaq müsbət hərəkətlər. Mənfidən özünü qoruyur. Ona olan məhəbbət, dostluq hissi də artır. O da onun ömrünü uzadır. Onun üçün gözəl rahatlıq yaradır. Ondan sonra özünü tərbiyə nədir? Özünü tərbiyə odur ki, insan ola bilər ki, hansısa konflikt situasiya düşə bilər. Biraz əsəbi danışa bilər, biraz nə bilim, həyəcanlı danışa bilər. Əslində elə deyil, özündən asılı olmayaraq. Kimsə ədalətsizliklə onu özündən çıxardıb, hamımız insanıq da. Belə bir halda, əgər o qabağına çıxan bir adamı ya nəysə xətrinə toxunubsa, o tanışdır, dostdur, heç başqa bir adam, onun təqsiri olmadan elə bir şeye baş veribsə, insan dərhal gərək üzr istəsin. Üzr istəmək zəiflik deyil, böyüklükdür. Yox, əgər vaxt keçdi, ondan ibrət dərsi götürüb, gərək təkrar eləməsin. Çox vacibdir. Dördüncü, mən dedim, özünü idarə edir. Hər kəs gündə bir neçə dənə qərar qəbul edir. O qərarların 100% garantiyası yoxdur ki, o ən gözəl qərardır. Hansısa yaxşı ola bilər, hansının nəticəsi mənfi ola bilər. Hətta mənfi nəticə varsa da, qətiyyətlə qərar qəbul olunubsa, insan onu həyata keçirməlidir. Çünki eləməsə, onda o ola bilər ki, özünə inamı azalsın
stressə qapılsın, nəsin. Sonra depressiya düşsün. Depressiyada, stressdə insanın xəstəliyinin ən ağır, ən çətin, ən pis, təhlükəli bir mənbəyidir. Çünki soğuq dəymə ola bilir, infeksiya ola bilir, nə bilim, travma ola bilir. Hamısından təhlükəli stressdir. Ona görə özünü insan qorumalıdır. Eybi yoxdur. Əgər nəticə mənfi oldusa, insan ondan bir ibrət götürər, təcrübəsi olar ki, bu yolla getmək düz deyil. Bəli, o səhvlə yaşamaqdansa təcrübə eləyib onu Əlbəttə, təzə tutmaq daha yaxşıdır. əlbəttə. Amma bu hər kəsin bacara biləcəyi bir situasiya deyil. Mən deyirəm də, bacaracaqlar. Əgər çalışsalar, bu yolla getsələr, görəcəklər nə qədər bu müdrik yoldur. İndi qayıdırıq birinciyə, özünü təhsilləndirmək. Orada da 4 köməkçi var. Birincidə 5 bənd var. Birinci bənd, gözəl kitablar. Mən indi o haqda deyəcəm. İkincisi, muzeylər. Muzeylərdə bilirsin nə qədər gözəl informasiya var insanın kamilləşməsi üçün. Arxeoloji qazıntılardır, hansısa şəxsiyyətlərin həyat fəaliyyətidir, hansısa faktlardır və ilaxır insanın daxili aləmini, mədəniyyətini çox zənginləşdirir. Eləcə də ondan sonra gəlir teatr və kino. Bugün bir gözəl teatra insan gedirsə, orada hansısa tutalım, orta əsrlərə, antik dövrün məsələn, teatrını, tamaşasına baxırsa, orada hansısa insanların xasiyyətləri toqquşur, hansısa hərəkətlər, hansısa qərarlar, onların nəticələri nə olur, insanın təcrübəsini artırır, ona qüdrət verir. Elə də gözəl kino. Ondan sonra gəlir incəsənət əsərləri, memarlıq əsərləri ola bilər. Məsələn, elə bir dənə ehramlar var, Misirin ehramları, piramidaları. Birisi nə qədər orada tarix var, günlərlə onu açıqlamaq olar. Götürün xalçanı, xalçanın üzərində olan simurq quşu, birisi nə qədər onun tarixi var, nə qədər maraqlıdır. Eləcə də götürün muğamı, götürün operanı, baleti, nə istəyirsiniz. Götürün bir, nə bilim, başqa bir rəsm əsərini, insanı çox inkişaf etdirən ədəbiyyat, incəsənət, bütün bu abidələr insanın mədəni inkişafına çox kömək edir. Axırıncısı burada gedir səyahət. Deyirlər ki, bir dəfə görmək, 100 dəfə eşitməkdən yaxşıdır. Amma yenə də Türkanə xanım, o adam gərək ağıllı olsun, düzgün nəticə çıxartsın. Ağıllı deyirsə, lap 100 dəfə yox, 1000 dəfə görsün. Ya neçə dəfə görsün, onun heç bir əhəmiyyəti olmayacaq. Ona görə mütləq özünü inkişaf etdirməyə, oxumaq lazımdır, mütaliə. Gəlirik indi kitaba. Bugün biz hansısa istedadlı yazıcının kitabına aludə olaraq, onun göstərdiyi yolla gedirik, gənc olaraq. 1 il, 2 il, 3 il gəlib görürük ki, uçurum qarşısındayıq. Ola bilər onun ideyası düz deyil, yanaşması düz deyil. Amma çox istedadlıdır da, yaxşı onun qələmi var. Gənc olaraq biz onu başa düşməyib qayıtmalıyıq. Amma heç bir günümüzü, heç bir saatımızı, dəqiqəmizi, saniyəmizi biz qaytara bilərikmi? Qaytara bilmirik. Ən böyük resurs vaxtdır. Bax, bu baxımdan da mən müdriklüyə çağırıram. Gəlirik ondan bir birisi mərtəbəyə. Orada da görürük ki, müdrik insanlarla söhbət, ünsiyyət çox vacibdir. Çox. Çünki insan ola bilər ki, yaxşı kitablar olsun, oxusun, amma lazım olan əsas şeyləri orada görməsin. Bir dənə belə söz var ki, tədqiq etmək o deməkdir ki, sənə qədər görənləri sən də görəsən, amma onların içərisində heç kimin görmədiyini tapasan, görəsən. Görürsünüz nə dərindir. Çox. Ona görə müdrik insandan oturub durmaq vacibdir. Sonra gəlir cürbəcür mühazirələr, forumlar, ibtidai siniflər, treninqlər filan. Siz orada maraqlı ideyalar eşidə bilərsiniz ki, onlar sizin üçün yeni bir istiqamət aça bilər həyatda. Siz başa düşərsiniz ki, sizin taleyiniz, xoşbaxtlığınız məhz o istiqamətdə ola bilər. Və nəhayət, axırıncısı ən vaciblərdən biri. Müşahidə. Bir tərəfdən təbiəti, bir tərəfdən cəmiyyəti. Təbiəti biz müşahidə eləyəndə, indi YouTube var da görürük.
heyvanlara baxanda bilirik ki, hansı heyvandan nə gözləmək olar. Yəni onun xislətin biz bilirik. Amma insanların da öz xisləti var, öz təbiəti var. Biz onları görə bilmirik. Çünki insanlar heyvanlardan fərqli olaraq bambaşqa tipdədir. Və insanın ünsiyyəti var, dili var, danışığı var, diplomatiyası var. Ona görə müşahidə eləmək lazımdır və baxmaq lazımdır. Nə qədər insanın danışığı ilə söhbəti üst-üstə düşür, yoxsa yox. Xüsusi suallar vermək lazımdır ki, o insanın psixologiyasını öyrənmək üçün ki, siz bilməlisiniz ki, bu insanın belə psixologiyada, belə xasiyyətdə olan insanın məsələn, dostluğu, nə bilim, əməkdaşlığı, məhəbbəti və ilaxır sizinlə bir harmoniya ola bilərmi, yoxsa yox? Bunlar çox vacibdir. Müəllim, əksərən elə biz bunu çox vaxt səhv salırıq. Çünki əgər harmoniya təşkil eləmirsə, pis insandır, mənə uyğun deyil, enerjimi aşağı salır, auramı aşağı salır deyib uzaqlaşırıq. Amma hər şey öz dozunda gözəldir. Əgər bir-birimiz arasında, münasibətlərimiz arasında harmoniya yoxdursa, o demək deyil ki, o pis insandır. Bəzən dediyim kimi, bunu cəmiyyətdə biraz səhv salırıq, amma bu da yəqin ki, elə bizim ayıbımızdır. Bu baxımdan mən bir şey deyim ki, əsas odur ki, bax, məhəbbətdə də, ailə quranda, dostluq yarananda, əməkdaşlıq, əsas problem mənim fikrimcə qəlbi qohumluqdur. Qan qohumluğu ola bilər. Biz görürük ki, bütün millətləri götürün, biz öz xalqımızı sevirik, bütün millətləri götürün. Bütün millətlərdə yaxşısı da var, pisi də var. Ailədə görürsünüz ki, iki evlad bambaşqa xasiyyətdə olur. Bilirsinizmi? Ona görə mən vətənpərvərliyi ondan bağlayıram ki, insanın dəyərinin əsl məyarı nə onun millətidir, nə onun dinidir, nə onun etnik mənsubiyyətidir, nə doğulduğu, nə yaşadığı yer, nə cinsi, nə yaşı, nə də peşəsi. Onun mədəniyyətidir, əqli və mənəvi mədəniyyətin qovşağı. Sevirsən öz xalqını, sevirsən balalarını, ailəvi, əzizlərvi, çalış onların mədəniyyətin qalır. Bu baxımdan bizim yeni sosial mədəni strategiyamız məhz bu məqsədə yönəlib. Və mən də hesab edirəm ki, dünyada bu qədər gözəl məqsəd ola bilməz. Bəli, həqiqətən də söhbətimiz çox maraqlı gəlir. Şəxsən öz adıma hər şeyi belə, necə deyim, təzəliyirəm bütün məlumatları və dediyiniz bütün söhbətlər həyatda bilirəm ki, gələcəkdə mütləq şəkildə bizə lazım olacaq. Az sonra Lütfizadənin qeyri-səlis məntiq nəzəriyyəsini kulturologiya elminə, universal kulturoloji təhlil ilə idarə etmə elminə tətbiq edən müəssisiniz. Bax, bu barədə suallarım olacaq ki, bunu biraz açaq. Daha sonra da bir məsələyə də toxunacağım. O da, bax, biz kompleks şəkildə danışdıq mədəni insan təsvirindən, amma mənə maraqlıdır, sizin müşahidələriniz nəticəsində hansı boşluqları görürsünüz? Hər dəfə deyirsiniz ki, mən müşahidə edirəm, amma bax, bu boşluqlar məni biraz narahat eləyir gənclərdə, amma az sonra qısa aramız olacaq. Bir daha xatırladım ki, siz 90.7 FM-də, Yurd FM-də mədəni yurdumuzu dinləyirsiniz, təbii ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə. Qısa aradan sonra yenidən sizinlə birlikdəyik. Mədəni yurdumuz. Dəyərli dinləyicilər, siz Yurd FM-də 90.7 FM-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə mədəni yurdumuzu dinləyirsiniz. Bugünkü qonağımsa kulturoloq Fuad Məmmədovdur. Fuad müəllim, ilk dəfə bayaq da səsləndirdim. Ola bilər ki, yeni dinləyicilər var. Hər birinizi bir daha salamlayırıq. İlk dəfə olaraq Lütfizadənin qeyri-səlis məntiq nəzəriyyəsini kulturologiya elminə, universal kulturoloji təhlili isə idarə etməyə elminə tətbiq edən müəssisiniz. Bax, bu barədə istəyərdim məlumat verir, çünki həqiqətən çox maraqlıdır mənə bu. Məmnuniyyətlə. Buna keçməzdən əvvəl icazə versəydiniz, 1-2 dəqiqə bir şey də deyim. Çox vacibdir o ki, mən bu strategiyadan danışarkən demək istəyirəm ki, bu yeni strategiya ilk dəfə Azərbaycan tarixində nəzərdə tutur ki, deməli, icbari kulturoloji təhsil və maarif Azərbaycanda yayılsın. Özdə qanunvericilik səviyyəsində, bu çox vacibdir. Çünki bu olmadığı bir zamandan cəmaatımız necə bizim maariflənsin? Mümkün deyil. İcbari. Hətta mənim təkliflərimdə orada var ki, Heydər Əliyev adına Mədəniyyət Nazirliyinin nəzdində xüsusi kulturologiya akademiyası yaransın. Ki, kulturoloq ekspertləri hazırlamaq üçün filan, bütün məndə o modellər var.
ümidvaram ki, bunlar hamısı yavaş-yavaş həyata keçiriləcək. Ümumiyyətlə gəncliyin ən çox qırıldığı nöqtə düşünürəm ki, bir 18-17 yaşında insan büdrüyür. Daha sonra 30-lara yaxın, 40-lara yaxın hər yaşın, onluq yaşın müəyyən bir büdrəmə yaşı var. Həqiqətən də bu bünövrə sizin bayaq danışdıqlarınız həyati önəm daşıyır və insanın həmin o ilk qırılması ilə tanış olan vaxt, həmin o 4 dediyiniz qərarı qəbul eləsə, onsuz da irəli yaşlarda büdrəməyəcək. Və normal olaraq bu da universitetlərdə təhsil kimi mütləq şəkildə düşünürəm ki, İcbari olmalıdır. Bəli. Kulturoloji təhsil yoxdur indi o. Bəli. Bilirsiniz, kafedralar açılmalıdır. Uşaq bağçalarında mədəniyyətşünaslıq olmalıdır. Məktəblərdə mədəniyyətşünaslıq olmalıdır. Bəli. Ali məktəblərdə isə kulturologiya. Çünki bunlar eyni şey deyil. Kulturologiya mədəniyyət haqqında elmdir. Bəli. Mədəniyyətşünaslıq isə kulturologiyanın əldə etdiyi nəticələrin məktəblilər uşaqlar arasında yayılması, onların səviyyəsində və yaşlı nəsil üçün də maarifçilik sistemi lazımdır ki, o kulturoloji təfəkkür maksimum bizim xalqda inkişaf eləsin. O bilirsiniz nə böyük qüdrət verəcək bəli, bəli. xalqımıza, Şübhəsiz. dövlətimizə. Bəli. Çox təəssüf ki, vaxtımız çox məhduddur. Azdır. İndi mən onda qısa danışaram. Bəli. Deməli, kulturologiya Lütfizadənin qeyri-səlis məntiqini mən özüm azini qutarmışam, texnoloqam. Bəli. Bizim birinci vitse-prezidentimiz vardı, sonra da fəxri prezidentimiz oldu, sonra da dünyasını dəyişdi. Mənim dostum, çox gözəl bir insan, Maqsud Əliyev, akademik, yarım keçirici fizika üzrə mütəxəssisdir. O Lütfizadə ilə dostudur. Bu Rafiq müəllim Əliyev o ilə işləyirdi, Maqsud müəllim də onunla dostudur. Və o mənə günlərin bir gündə dedi ki, ay Fuad, sən belə gözəl kitablar yazırsan filan, biz belə işlər görürük, biz bir yerdə görürdük Simurqun fəaliyyətini. Deyir, sən niyə Lütfizadənin qeyri-səlis məntiqini istifadə eləmirsən? Deyirəm, mənim axı ondan xəbərim yoxdur. Həm də oradan xəbərim yoxdur, çünki mən ingilis dilini bilmirəm, o ingilis dilində yazırdı hər şey. Dedi, mən sənə izah eləyim. Hər şey mənə izah elədi. Mən gördüm ki, Lütfizadənin qeyri-səlis məntiqi bilavəstə bu tam sosial sistem olan mədəniyyətə uyğundur. 100% o keçici variantlar, qaranlıqdır, nə bilim, səhərdir, gecədir, günəşin hərəkəti, insanların yaşı, onların münasibəti, mimikada, orada, burada bir nə qədər incəliklər var. Tam ona 100% elə bil ki, onun üçün yaranıb. Mən başladım ondan istifadə eləməyə. 12 tədqiqat üsulu yaratdım. Heç bir elmdə yoxdur. Var fəlsəfədə 3-ü, 4-ü, tarixdə 4-ü, 5-i, sosiologiyada 12 heç harda yoxdur. Mən 12 metod yaratdım və onlara uyğun universal metod kulturoloji piramida. O sizə mən PDF-də göndərdim. Kitab orada var, görərsiniz. Çox gözəl. O piramida dünyada bəyənilib. Özdə ki, onun vasitəsilə istənilən ən çətin, mürəkkəb problemlərin həlli mümkündür 12 metodla. Lazımdır 3-ün istifadə edin, lazımdır 4-ün, 5-in. Heç belə həll olunmayan problem üçün 12 metoddur. Əgər qatarsızsa, o problem 100% həll olunur. Deməli, bu nədir? 3 səviyyədir, 8 pillə. Birinci səviyyə öyrənmə, ikincisi dərk etmə. Mən idrak verilişim aparırdım da, dərk etmə. Üçüncü də yaratma. Birinci səviyyədə 4 pillə var. Nədir bu? Mahiyyət, fikir verin, xüsusiyyətlər, tarix, nailiyyətlər. İstənilən sahədə siz bunları öyrənib artıq müdrikləşirsiniz, qalxırsınız ikinci səviyyə, idrak səviyyəsinə. Dərk etmək, bilməkdən vacibdir. Türkanə xanım. Çünki insan ola bilər biliyi çox olsun, düzgün dərk eləmirsə, anlayışını bilmirsə, mədəniyyət nədir? Onun qərarı da düz olmayacaq. Hər şey qarışacaq. Qarışacaq. İkinci səviyyədə inkişaf qanunlarıdır və texnologiyalar. Bunları da mənimsəyəndən sonra insan qalxır üçüncüyə. Üçüncüdə nədir? Yeni imkanlar və gələcəyin görünüşü. Ruslarda buna deyirlər, vidit les za derevyami, idarə etmədə. Yəni siz bura qalxanda, məntiqi nöqtə nəzərdən artıq o meşənin içini görürsünüz. Harada bataqlıq var,
harda meyvə ağacları var, harda bir günəş var və ilaxır və s. onu oca idarə edə bilirsiniz. Amma belə meşənin qabağında durub ağacın arxasını görünmürsünüz, idarə edə bilmirsiniz. Bax, bu 12 metoddur. Burada cürbəcür var metodlar. Psixoloji metod var, antropoloji, psixografik, antropoloji metod var, sonra mahiyyət metodu var. Cürbəcür 12 dənə metod var. Strukturu var və ilaxır. Situasiya analizi, məntiqi, komparativ metodlar. Bunlardan istifadə edərək bu universal piramidaya şamil edirsiniz seçdiyiniz problemi. O problem həll olunur. Məhz bu Lütfizadənin o cürə o qeyri-səlis məntiqinin vasitəsilə bütün istənilən çətin problemlər həll olunur. Yəni, gözə görünməyən momentləri də var da. Məsələn, günəşin özü keçir də göydə. Onun hər an axı enerjisi də dəyişir, vəziyyəti də dəyişir. Misal üçün, 15 yaşında oğlan cavandır, 30 yaşında da cavandır. Bunların arasında 15 il var. Hər ilin, hər ayın, hər həftənin, günün, saatın, saniyənin tam başqa rəqəmləri ola bilər, göstəriciləri ola bilər insanın özü üçündə. Bilirsiniz? Bax, əsas mahiyyət budur. Bəli. Mən verilişimizin elə ilk dəqiqələrində təqdim eləyərkən həm də söylədim ki, siz Simurq Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidentisiniz. Təəssüf ki, vaxtımız alınmır bu barədə danışmağa, amma bu barədə mənim qısa bir materialım var, onu təqdim eləmək istəyirəm. Mədəni yurdumuz. Simurq Mədəniyyət Assosiasiyası öz sıralarında könüllü əsaslarla 40-a yaxın kollektiv və yüzlərlə fərdi üzvlər birləşdirir. Assosiasiyanın üzvləri Azərbaycanda hərtərəfli dünya görüşünə malik olan insan və ictimai inkişafı təmin edən maarif və təhsil, elm, təbabət, ekologiya, incəsənət, iqtisadiyyat, sosial idarəetmə, informasiya, hüquq, beynəlxalq münasibətlər və digər mədəniyyət sahələrinin tərəqqisinə nail olmaq məqsədi ilə birgə fəaliyyət göstərirlər. Assosiasiyanın rəyasət heyətinə istedadlı alim və mütəxəssislər, o cümlədən Azərbaycan Elmlər Akademiyasının 5 akademiki və müxbir üzvü, onlarla professor, elmlər doktoru və namizədi, tanınmış müəllimlər, mədəniyyət və incəsənət xadimləri, həkimlər, diplomatlar, din xadimləri daxildir. İdarə heyətinə həmçinin könüllü əsaslarla Respublikanın qeyri-hökumət təşkilatlarının, elmi idarələrin, ali təhsil müəssisələrinin, məktəb və nazirliklərin, yaradıcı ittifaq və fondların, mərkəz və istehsal müəssisələrinin rəhbərləri də təmsil olunub. Assosiasiyanın missiyası Azərbaycanda sosial mədəni tərəqqiyə, elmin, təhsilin və maarifin, ilk növbədə kulturologiyanın inkişafına elmi yardım göstərmək. İnsanların yaradıcı həyat və fəaliyyətlərinin inkişafına kömək etmək məqsədi ilə demokratik dövlətçilik fəaliyyətinin şəxsiyyət və liderlərin formalaşmasında kömək etmək. Mədəni islahatlar vasitəsilə milli mədəniyyət siyasətində intellektual, etik, hüquqi və idarəetmə mədəniyyətinin prioritet inkişafına nail olmaq. Azərbaycan elmi və mədəniyyətinin beynəlxalq miqyasda təbliğ etməkdir. Mədəni yurdumuz. Hər vaxtınız xeyir olsun. Yurd FM-in dəyərli dinləyiciləri, biz davam edirik. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə siz mədəni yurdumuzu dinləyirsiniz. Bugünkü qonağımsa kulturoloq Fuad Məmmədovdur. Fuad müəllim, soruşmaq istəyirəm. Bax, bayaq sizin dediyiniz o məsləhətlər toplusu hər hansı bir əldə tutulacaq kitab şəklində varmı? Yoxsa biz sadəcə bunu axtarıb PDF şəklində əldə edə bilərik? Bu kitab var. Belə. Deməli, bu kitab kakras bu Mədəniyyət Nazirliyinin grantı üzrə bu kitab nəşr olunub və o iştirakçılara paylanıb hədiyyə kimi. O 140 nəfər ki olub, onlara paylanılıb. Sonra bizim tanınmış alimlərə, müəllimlərə paylanılır, kitabxanalara, xarici ölkələrə də göndəriləcək və ilaxır və s. Fuad bəy, çox təşəkkür edirəm. Həqiqətən də sizin sayənizdə şəxsən mən özümə çox böyük məlumatlar qazandım. Elə biz fasilədə də danışdıq. Həqiqətən insanın danışdıqları həyati o problemləri gözünün önündən keçir və sanki sizin sayənizdə dedik hər şey boş verək, hər şey alınacaq. Əsas odur ki, ruhdan düşməyək. Əlbəttə. Bəli, həqiqətən də bunu sizin sayənizdə özümdə bir yeniləmə
demiş oldum. Dəyərli dinləyicilər, siz Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəni Yurdumuzu dinlədiniz. Bir daha səsləndirim ki, siz tarix elmləri doktoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının professoru, Simurq Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədovla və mən Türkanənin təqdimatında Mədəni Yurdumuzu dinlədiniz. Minnətdaram. Dəyərli dinləyicilər, xatırladım ki, bir daha hər cümə axşamı saat 5-dən 6-ya qədər sizinlə birlikdə olacağıq. Hələlik indi isə afişaya qulaq asaq, baxaq görək ümumiyyətlə teatrlarda vəziyyət necədir və bizi nələr gözləyir. Mədəni Yurdumuz. Azərbaycan Milli Xalça Muzeyində aprel ayının 18-i saat 12-də Şuşa, Zəfərin Mübarək, Kölgə teatr tamaşası. Azərbaycan Milli Xalça Muzeyində aprel ayının 25-i saat 15-də Leyli və Məcnun, Kölgə teatr tamaşası. Akademik Milli Dram Teatrında aprel ayının 18-i saat 19-da Varlı Qadın tamaşası. Şuşa Dövlət Musiqili Dram Teatrında aprel ayının 18-i saat 19-da Ana tamaşası nümayiş etdiriləcək.